Ölkəmiz hər dəfə müxtəlif tədbirlərə ev sahibliyi edir əziz tamaşaçılar. Elə istərdik onlardan birini sizin diqqətinizə çatdıraq. Söhbət Reza Deqatinin Yüksələn İşıq adlı fotosərgisindən gedir və əməkdaşımız Jalə Gözəlova Heydər Əliyev adına beynəlxalq hava limanında canlı bağlantıdadır. Sabahın xeyir olsun Jalə. Sabahın xeyir. Buyur, biz səni eşidirik. Salam, sabahınız xeyir olsun. Həmçinin telesər izləyicilərini də salamlayırıq. Bəli, qeyd etdiyiniz kimi hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundayıq. Artıq bir neçə gündür ki, dünya şöhrətli fotoqraf, fotojurnalist Reza Deqatinin Yüksələn İşıq adlı fotosərgisi nümayiş etdirilir və sərgi yerli və xarici qonaqların diqqət mərkəzinə çevrilib. Həmçinin Yüksələn İşıq sərgisində Azərbaycan Reza Deqatinin bədii baxış bucağından təqdim olunur və ekspozisiya çərçivəsində 40 əsər nümayiş olunur. Operatorum Emil Tağıyevdən xahiş edəcəm, həmin əsərlərin bir qismini sizin diqqətinizə çatdırsın. Ekspozisiyanın xüsusi bölməsi isə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən İçəri şəhər, Qobustan və Şəkixan sarayına həsr olunub. Eyni zamanda sərginin Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilməsi isə xüsusi rəmzi məna daşıyır. Belə ki, regionun ən iri aviasiya qovşaqlarından biri olan və hər gün dünyanın müxtəlif ölkələrindən gələn sərnişinləri qəbul edən aeroport mədəni dialoq üçün də ən unikal platformadır. Eyni zamanda Yüksələn İşıq adlı bu sərgi Azərbaycanın tarixini, mədəniyyətini və insan hekayələrini vahid bir baxışda əks etdirir. İndi isə sərgi haqda daha ətraflı məlumatları biz elə sərginin müəllifi Reza Deqatinin özündən eşidəcəyik. Reza bəy, hər vaxtınız xeyir olsun. Buyurun, geniş məlumatları sizdən alaq. Təşəkkür edirəm. Ben illər nədir ki, ömrümün çoxu elə aeroportlarda olur. Həmişə deyirdim ki, necə olar ki, aeroportda bir mədəniyyət mərkəzi kimi olsun, mədəniyyət evi. Çünki burada bilirsiniz, minlərlə, yüz minlərlə adamlar gəlib gedirlər buradan və belə planım bu idi ki, bunlar gəlib gedənlər və o tranzitdilər, bu Azərbaycanı görsünlər. Bu şəkillər hərəsi bir pəncərə kimidir. Mən yarısını açıram, yarısını da o baxan gələ buna görsün, baxsın ki, nə vardı. Amma əslində Azərbaycanın bütün necə gördünüz burada, Xarı Bülbüldən daha bütün xalçalarıdır, insanların portretləridir, dağdır, daşdır, çaydır, hamısı burada vardı. Və bir nəfər bura gələndən sonra fəqət istəyəcək, geçsin Azərbaycanı tanısın. Çünki Azərbaycanı mən bu cür istərdim görsədəm, gözəlliğinə, elə təbiəti ilə. Amma maalesef həmişə vücud dağın vaxtlarda çəkmişdim indiyə kimi. Bundan indiyə belə olacaqdır. Təşəkkür edirik, uğurlar arzu edirik sizə və həmçinin onu da qeyd edeyim ki, sərgi martın 27-sinə qədər davam edəcək və ziyarətçilərinin də gəlişini gözləyir. Bizim isə bu saata buradan çatdırmaq istədiyimiz məlumatlar bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Təşəkkürlər Jalə.